Birinci testə baxaq. Yazılıb ki, təhsil alma forması deyil. Qiyabi, əyani, distant, informal, sərbəst. Burada qiyabi, əyani, distant, sərbəst təhsil alma formasıdır. Təhsilin forması isə informaldır. Informal da bilirsiniz də, özünü təhsil yolu ilə alınan təhsil alma formasıdır. İkinci testdə təhsilin üçüncü pilləsinin üçüncü səviyyəsini müəyyən edir. Biz bilirik ki, təhsilin birinci, ikinci, üçüncü, dördüncü, beşinci səviyyələri vardır. Deməli, üçüncü pillədən əvvəl hansılardır? Gəlin onları xatırlayaq. Birinci, məktəbə qədər hazırlıq pilləsi, onun heç bir səviyyəsi yoxdur. İkinci, ümumi təhsil pilləsi, ümumi təhsil pilləsində isə onun da öz səviyyələri vardır. Üçüncü isə peşə təhsili pilləsidir. Peşə təhsili pilləsinə isə aiddir ilk peşə təhsili, texniki peşə təhsili və yüksək texniki peşə təhsili. Burada isə üçüncü səviyyəyə uyğun olan yüksək texniki peşə səviyyəsidir. Yəni Y bəndi. Üçüncüdə təhsil alanların hüquqlarına aid deyil. Fasiləsiz təhsil almaq bilirik ki, Azərbaycan Respublikasının təhsil qanunvericiliyinə əsasən təhsil alanın hüququdur. Keyfiyyətli təhsil almaq da o cümlədən. Təhsil müəssisəsinə qəbul olunmaq da, istədiyi təhsil müəssisəsini seçmək də, əgər yetkinlik yaşına çatmayıbsa, bu valideyn yaxud da onun qanuni nümayəndəsinin hüququdur. Təhsil müəssisəsinin qaydalarına əməl etmək hüquq deyil. Hüquq odur ki, hüquq imkandır. Yəni bunu istəsə edə də bilər, etməyə də bilər. Bu məcburidir artıq. Təhsil müəssisəsinin daxili nizamnaməsinə, təhsil müəssisəsinin qaydalarına əməl etmək təhsil alanların vəzifəsidir. Burada cavab D bəndidir və əlbəttə ki, elmi fəaliyyətlə məşğul olmaq da hüquqdur. Dördüncüyə baxaq. Təhsilin formasını seçin. Təhsilin forması, bayaq dediyim, formal, qeyri-formal, informal. Forma deyəndə, təhsilin forması deyəndə üç cür forması var, növü var. Bunu belə yadınıza saxlayın. Digərləri isə təhsil alma formalarıdır. 5-ə baxaq. Deməli, 4-də cavab nə oldu? Y bəndi. 5-də isə adjunktlar. Adjunkturada təhsil alanlardır. Yəni, təhsil prosesinin iştirakçılarıdır. Hansı ki, adjunktura ali təhsil pilləsinin doktoranturaya bərabər tutulan bir səviyyəsidir. Hansı ki, hərbi təhsil müəssisələrində. Doktorantura ali təhsil pilləsinin ən üst səviyyəsidir. Bu da doğrudur. Məktəbə hazırlıq təhsil səviyyəsi, əyani davamlı dərsə getməklə alınan təhsil forması, bu doğrudur. Ümumi orta təhsil də ümumi təhsil pilləsinin səviyyəsidir. Burada cavab C-dir. 6. Biri təhsil pilləsi deyil. Deməli, peşə təhsili təhsil pilləsidir. Dedim də, üçüncü pillədir. Təhsilin üçüncü pilləsidir. Məktəbə qədər hazırlıq, orta ixtisas təhsildə pillədir. Dördüncü pillədir. Ümumi təhsildə pillədir. Burada məktəbə qədər təhsillə məktəbə qədər hazırlıq qalır. Məktəbə qədər təhsil burada